Heç kim dırnaq göbələyindən sığortalanmayıb. Amma bir çox insan bilmir ki, bu problemdən evdə çox sadə və təbii vasitələrlə qurtulmaq mümkündür. Bu videoda sizə həkimlərin gizli silahı adlandırılan sirkə və aspirin qarışığından hazırlanan möcüzə məlhəmi təqdim edirəm. Əvvəlcə gəlin dırnaq göbələyinin əsas əlamətlərinə baxaq. Əgər sizdə bunlardan hər hansı biri varsa, deməli problem artıq başlayıb. Dırnaq və ətraf dəridə daimi qaşınma, yanma hissi, dırnağın saralması, qalınlaşması, soyulması, ayaq dərisinin qabıq-qabıq, tökülməsi, quruması, barmaqlar arasında çat, yarılma, xoşagəlməz qoxu, dırnaq kökünün bərkimişi və dəyişməsi. Bəs niyə hamı bu göbələyə yoluxmur? Çünki infeksiya əsasən immuniteti zəif şəkərli diabetdən, qalxana bənzər vəzi xəstəliklərindən və ya piylənmədən əziyyət çəkən insanlarda daha tez inkişaf edir. Bir də hava keçirməyən ayaqqabı, sintetik corab və dar ayaqqabı göbələyi daha da sürətləndirir. Sirkə aspirin məlhəmi. Resepti evdə necə hazırlanır? Hazırlanması çox sadədir. 5 ədəd 500 mg aspirin tabletini yaxşıca əzin, toz halına salın. Üzərinə bir xörək qaşığı sirkə turşusu əlavə edin. Bir xörək qaşığı çay ağacı yağı, bir xörək qaşığı kokos yağını qataraq qarışdırın. Qatı və effektli bir məlhəm alınacaq. İstifadə etməzdən əvvəl ayaqlarınızı qara yağlı və ya antibakteriyal sabunla yuyun, tam qurulayın. Məlhəmi zədəli dırnağa və ətrafındakı dəriyə çəkin. Bir neçə saat saxlayın. Sonra ilıq su ilə yuyun. Göbələk tam yox olana qədər hər gün bir dəfə istifadə edin. Unutmayın, istifadə etməzdən əvvəl allergiya testi edin. Qolunuzun kiçik hissəsinə çəkin. 2-3 dəqiqə gözləyin. Qızartı yoxdursa rahatlıqla istifadə edə bilərsiniz. Nəticədə bu təbii qarışıq göbələyi məhv edir. İnfeksiyanı dayandırır, dırnağı yumşaldır və bərpa edir. Dərini qidalandırır və tamamilə təhlükəsizdir. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub bəyənməyi unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.